Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Keçən verilişlərimizin birində o hökmə toxunduq ki, Ramazan ayında xəstəliyi üzündən oruc tuta bilmir və il ərzində də sağalmır ki, orucunu tutsun və nəticədə bu Ramazandan gələn Ramazana qədər həmin şəxs xəstə olur. Dedik ki, vəzifəsi fidyə verməlidir. Gələn Ramazana çatdıqdan sonra fidyə verməlidir. Sual verən soruşur ki, mən bu Ramazan keçəndən sonra bilirəm ki, xəstəliyim gələn Ramazana qədər davam edəcək. Əminliklə bunu bilirəm və gələn Ramazana çatmamışdan, elə indidən mən həmin günlərin fidyəsin fəqirə verə bilərəmmi? Cavab belədir. Xeyr, fidyənin verilməsi yalnız xəstəliyin gələn Ramazan ayına qədər davam edəcəyi və həmin şəxsin nə oruc, nə də qəza tuta biləcəyi təqdirdə, yəni oruc və qəza tuta bilməyəcəyi təqdirdə o vaxtı fidyə vermək icazəlidir, o vaxtı caizdir. Ondan əvvəl fidyə verə bilmərsən. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.